16 iyul 1945-ci il səhər saat 05:29-da ABŞ-ın New Mexico ştatında Jornada del Muerto səhrasında tarixdə ilk dəfə atom bombası partladıldı. Bu sınaq ABŞ-ın 2-ci Dünya müharibəsi zamanı həyata keçirdiyi Manhattan layihəsinin nəticəsi idi. Layihənin məqsədi Almaniyadan əvvəl nüvə silahı hazırlamaq idi. Trinity testində Impsolon tipli plütonyum əsaslı Fatman modelinə bənzər bomba sınaqdan keçirildi. O atom nüvənin parçalanmasının reaksiyasına əsaslanırdı. Bombanın hissələri gizli şəkildə Los Alamos laboratoriyasında sınaq sahəsinə gətirildi. Sınaqdan əvvəl alimlər partlayışın atmosferi belə yandıracağından qorxurdular. Partlayışın gücü təxminən 21 kiloton TNT-nin ekvivalentində idi. 16 kilometr uzaqda pəncərələr qırıldı. 250 kilometr məsafədə işıq müşahidə olundu. Layihə rəhbəri Robert Oppenheimer bu ada ilhamı İngilis şairi John Donne Hall Sonnet əsərindən aldı. Söz simvolik olaraq ilahi güc mənasında idi. Partlayışdan sonra Oppenheimer Hindu Bhagavad Gita kitabında məşhur cümləni xatırladı. İndi mən ölüm oldum, dünyaların məhv edicisi. Partlayış yerində 3 metr dərinliyində və 300 metr enində krater yarandı. Quşqum və daşlar əridi. Səthi Trinity adlanan yaşıl şüşəyə çevrildi. Sınaqdan sonra ABŞ hökuməti hadisəni sir saxladı. Rəsmi elan yalnız Yaponiyanın Hiroşima və Nagasaki şəhərlərindəki bombalar atıldıqdan sonra edildi. Trinity testindən sonra dünya nüvə əsrinə qədəm qoydu. Bu sınaq nüvə silahlanma yarışını və soyuq müharibə dövrünü başlatdı. Trinity elmin nəyə qadir olduğunu göstərdi. Həm yaradıcı, həm də dağıdıcı güc kimi. Bu gün belə insanlıq o partlayışın kölgəsində yaşayır.